Salam yoldaşlar, hər biri salamlayıram. Bugünkü artıq ERA-CC mövzusunu bitirmişik. Bugün egzamlar işləyirik. Bugün qismət olsa ilk egzamı işlədəcəm. Ümumi playlistdən deyim ki, artıq ERA-CC mövzuları da bitib. Yəni, imtahan sonlarını görəcəyik. Görəcəyik ki, artıq bütün mövzuları bilmişik, keçmişik. Praktik edib, sizə imtahana rahat girib keçə bilərsiniz. İndi yəqin ki, hal-hazırda ilk həftələrində, iyunun ilk həftəsində imtahan mərkəzlərində rəhəl imtahan keçirilir. LinkedIn-ə girirsiniz, elə bir cəhətdən ERA-CC alanlar görə sayı həddən çoxalıb. Yəni, yenə deyirəm, çətin bir mövzu deyil, rahat mövzudur. Heç real həyatda o qədər də istifadə olunmayan mövzulardan da sual düşür. Ümumi bütün sertifikatlar elədir, yəni ki, sırf sual sayını çoxaltmağa, mövzu sayını artırmağa görə bəzi mövzular var. Mən suallar hazırlayanda oxşar suallar hazırlayanda deyəndə fikrim var idi 7-8 egzam edim. Heç olmasa 7 egzam eləmək istəyirdim. 4 egzamdan da kifayətdir. Sonra gördüm sual tapmaq yorulmadan, eyni suallar biraz fərqlənəndə çox da absurd olurdu. Həm də hər sualların oradan yoxlanılması, düzgün saksesini almasını test edib eləmək adamın çox vaxtını alır. Nə qədər də AI desəm ki, misal bu sualların cavablarının üçün hazır bir dənə skript vermənə, o da yəni o keyfiyyəti vermirdi. Misal belə deyək, diski yazır, misal Festapa yazır, götürüb UID-ni yazmır, addan yazır, oradan silinəndə o silinmir, orada qalır, buna görə error verir, yəni servis aktivləşdirmir, düzdə yazdığını səhv verir. Misal belə uzun keçirdi, hər egzamda bu qədər fixlərlə vaxt itirəndə gördüm ki, çox uzanacaq. Ona görə egzam sayını 2 tutdum. Amma yaxşıdır, kim artırmaq istəyər sualları artıra bilər. Biz buradan girək, maşını qaldıraq. Buradan şifrə, root kesin dəfə göstərməmişəm. Novruzov 965 shift 1 2 3 video, bundan əvvəlki videoya görə atam buradan. X-sən şifrə paralası. Gələk biz buradan maşını qaldıraq. Qalxmağında olsun yoldaşlar. Çalışacağım egzam işləyədən həm biraz izah olsun, həm də sürətli olsun ki, çox video uzanmasın. Görəcəksiniz ki, imtahan 3 saatda, amma 1 saat yarıma rahat yazıb qurtarmaq olur da, yəni rahat da. Yəni mən 1 saata deyirəm, 1 saat nəyə görə biraz olmaz? Bizə feedback sualında elə yüklənmə səni oradan bir 5-6 dəqiqə alır. Ona görə çox şey eləmirsən. Məsələn, installation yoxlamaya vaxt çəkir biraz. 1 saat amma sürətli yaza bilər. İndi bilmirəm, 1 saatı mən həm izah da eləyəcəm, həm də burada göstərəcəm. Ona çatdıra bilərəm, çatdıra bilmirəm. Amma yenə də yoxdur. Gəl biz buradan bunu alacaq. Heç buna da ehtiyac yoxdur. Bunu da X-lərimdən aça bilərik biz. Sudosu yazırıq. Güzel. ERA-CC simulator SCD SCC start nöqtəsi aktivləşdirək. Burada exam 1 seçirəm. Artıq servislər buradan başlamağa başladı. Bunlar indi qalxıncam biraz vaxt çəkəcək. Əlimdə
Pause düğmesine bulunmadan amacı söndürdüm. Rekorda pauza vereyim. Yok, daha sonra devam edeyim. Neyse yoldaşlar, reboot yad getdi, maşın qalxdı. İndi sualımız gərək buradan işləməyə. Buradan 192, 112, 95 IP-sinə keçək reislər. Deməli, gəldik buradan. Exam açırıq. Paralel aç. Başlayaq işləməyə. Buradan informasiyanın konfigurasyonuna görürəm. İlk filmin IP-si budur. Bundan qoşulaq. İçərik 122.2. Saata baxırıq, izahla görün 1 saatdan 1 saat yarıma tam qutaram verəcəm elə izahla. 253 yazaq buradan. Hepimize qoşulaq. Orxan 887. Qoşuldu bura. Sudo su. Orxan 887 yazırıq. Gəlib buradan back vuraq. Başlayış sualını işləməyə. İlk sual dönən göstərmişdim. Gələcəyini də işləyək. Buradan automation manually bunların hamısı keçmişik. Məncə çox da danışmaya ehtiyac yoxdur. IP-mi yazıram. DNS 888 sözləməyin. Bunu gəlib kopyalayaq, riskinə girməyək. Hər ehtimala qarşı. Gəlib buradan besləyək. Alttan gəlsəm, OK-ya basıram. Quit. Ondan sonra host name style host name yazıb buradan host name'imizi kopya eləyək. Okay. Ctrl C deyib. İşte burada ekranda nəsə var elə bilirəm. Ekranda nəsə var elə bildim, orada tire var. Deməli bunu yazdıq, ondan sonra System, style, restart, network manager. Güzel. Gəlib IP ilə söhbət baxsaq. Güzel, IP-mizi almışdıq. Bunu bitirək, keçək növbəti suala. İkinci sualda repo sualdır. Slash etsi altında yam.repo'nun altına gəlsək, buradan bir .repo faili yaradaq. Bunu bilirik bunlar yoldaşlar, bunlarda. Birinci bunu yazaq. BZOS. Bunu deyil, BZOS yazaq. Buradan mezör götür yapıştırıyor bura. Enable aktifləşdirir, repo aktif olmalı. Bitecek istəmir, ona görə sönümlü olmalıdır. Bərabərdir 0. Gözəl. Buradan növbətini yazaq. Upstream name'i yazaq. Ondan sonra base URL yazırıq buradan. Okay. Bərabərdir 1, hepsi bərabərdir 0. Problem görmürəm, yaddaş yazıb çıxıram. Yan make çeşilə söhbəsdir, görə update'lər gələcəkmi? İlk repo düzgündür, BZOS-dan make-keçdən sonra update gəldi. Upstream'iniz baxır, upstream da gəldi. Buna da keçək yoldaşlar. Bu sual da bitdi. Keçirik növbəti suala. Burada HTTP'nin Apache'nin konfigurasiyasını istəyir. Onu eləyək, o update bitsin, ondan sonra gözləyirik. Görək bu il nasıl olacaq mı yoldaşlar?
Vaxta görə deyirəm, görüm 1 saata izahı da eləyib çıxara bilərəm sizə yoxsa. Burada sualda deyir ki, port 82 olacaq, patient listing olunacaq. Konkret buradan var www.html olmalıdır. Bu default ilə var www.html altında content current problem yoxdur. Listing 82 olacaq deyir. 82 onu da izləməlidir. Bizə nə deyir? .exe file. File silinməlidir. Bir də deyir Linux sönülü olmalıdır. Biz firewall'a və s. də aksesini verməliyik. Nəzərə alıb bunu bilirik. Belə yükləmələrə görə vaxt gedir, yəni. Yum install yazaq. Buradan http-y yazaq. http əgər yükləyirsə yükləyə. Gərək Apache yüklüdür yoxsa. Apache yüklü deymiş yükləsin. System still enable http. Okay, indi gələk vim its altında httpd conf altında http faylına buradan listing 85 yox default indi o vaxt testingi dəyişdirmişəm bəqə 82 ilə buradan bizdən başqa buradan nəsə bir şey istəmir var www işləmin altında baxım görüm hər hansı birdən konteksti dəyişir yoxdur ki ola bilər orada nəsə dəyişdirirəm. Burada document root fərqlidir, document root düzəldək. Web sitədə qalıb. Bizdə deyir var www HTML-in altı olmalıdır. Gəlib buradan da yazsam var www HTML güzel. Çıxdım buradan yoldaşlar, ondan sonra biz firewall aksesini verməliyik. Firewall cmd -format -add port 82/TCP. Okay, firewall cmd -reload yazaq. Ondan sonra firewall cmd -list port yazsaq. Görək 82 porta akses almışıq, gözəl. Ondan sonra biz Linux üzərindən akses verməliyik. Cmanage üzərindən aksesi buradan versək, deməli port üzərindən akses deyir. Kontekst üzərindən default page'dir, ona görə ehtiyac yoxdur. Label'da 3p speed 82 portuna vereyim. Ondan sonra cmanage port -l grepdən axtaraq dəqiqləşdirə görək. Düzmü verdik? Görürəm ki, HTTP port T label'ında 2 dənə port T label'ı var. Yəni UDP üzərində də var. 82 üzərinə IP verib, gözəl. Bundan bitirdik. Ondan sonra system still restart httpd yazaq. Okay, gəlsəm öz IP-im üzərindən ping atsam. Ping neydi? Qurul eləyək. 192.168.223.82. Görürəm ki, bizdən 400 fobidən bitiyor. Niyə verir ki burada? Çok page'in içində özü belə yazılıb. Bir dənə baxaq. Var www HTML
index HTML biraz test page zamanıydı. Kontekstine bakayla indi. ls böyüzet diagram slash var www html index html. Ha bunun label düz değil. Bunu label vereyim. Say manage f context t http siz content label'ın ne vereceğiz buradan var www html altından hamsına bu label'ı vereyim. Ondan sonra restore recursive neydi var www html indi gelsem kurulesem 192 168 100 nokta 122 nokta 100 nokta 253 40 82'ye biz atsaq görürəm ki page açılır. Gözəl. Sual da elədir keçək növbəti suala. Növbəti sualda bizdən nə istəyir görək. Deyir bir dənə qrup yarad, Siemens Grace, John user olsun, Sys Emgrace supplementary grup olsun, Emma olsun. Görüb buna da supplementary grup deyir. Ondan sonra deyir Mikael user yarad. Bunu access internal deyir interaktiv share olsun, yəni ezbin no login. Deyir Sim Grace də əlavə olunmasın. Sonra da deyir üçünün passwordu olacaq komplet. Gözəl. Gərək grup add yazaq. Grup add yazıb buradan Sys Emgrace. Burada normalde klaviaturuma inanıram ama prosta belə şeydə deyil. Bax riskinə girmiyoruz. Okay. User add. Ya da burada girmeyeceğim, neye gireceğim? Bizden ne istəyir? John user'in yarat deyir. John user'inden sonra deyir direct olsun. Sys Grace grupu supplementary grup olacaq. Yenidən user yaradıram. Emma user'e deyir. Böyük C atıram. Yenidən Sys Grace user'ine supplementary grup kimi əlavə edirəm. Ondan sonra user add nə deyir? Mikael. Okay, Mikael user olacaq. Bizdən shell istəyir. Shell üçün ezbin. Çünki buradan interaktiv shell istəyir. No login. Güzel. Ondan sonra biz buradan ne edeceğiz? Pass vd 3s. İlk olarak John üzerine şifreni ataq. Copying eləyək. Gəlsəm buradan enter'a basıram. Ondan sonra John'dan sonra Emma. Ondan sonra gəlib buradan Mikael tabii değil mi? Bu şifrəni verib sualı artıq bitiririk. Keçək növbəti suala. Artıq bu AutoFS sualıdır. Deyir ki, IT database bir qovluğu iki arasında paylaşım edilib. Hamısı bunun üzərindəndir. Deyir NFS ilə export edilib. HomeQuest IT database qovluğu. Sən gəlib HomeQuest altında IT database 17 yazanda buradan AutoFS-ini görməlidir. Variable həm yazma oxumacası olmalıdır. Yine gələk buradan biz yam install AutoFS yam install dondu qaldı, nə olur? AutoFS ondan sonra da bizdə yəqin ki bir dənə baxaq NFS-utils əlim tabaniyə deyir mən 45 dəqiqə keçib
Ben bunu tek yazıp geçmiyorlar ha. Yani onu size deyirəm. Prosta izahla dediyimə biraz vaxt keçisi olur. Daha 45% vaxt keçisi olur. Yine bu yüklemede biz 50%, 100% itirəcəyik. Qoy yükləsin. Biz bundan əvvəlki də Apache-ni enable elədib, yəni onu bir yazmasını, bir dənə təzədən Apache-ni enable aktivləşdirirəm ki, orada rebootdan sonra bizi success versin. Bitirsən 10 dənə yazaram sürət. Altı dəqiqə keçib 15 dəqiqədə. Flatpak'te de yükləyəndə bir xeyli vaxt verəcəm, belə baxıram. Allah, bir dənə yapım. System still enable HD eləyək ki, rebootdan sonra da nəsə etməsin orada. Okey, gəlsəm indi mən buradan belə deyirəm. Vim altından mən ilk olaraq buradan qadir buradan çıxma ehtiyac yoxdur. Vim /etc altında auto nöqtə master. Bunların işim yox. Gəlirəm buradan. Bizə nə deyir? Konkret qovluq deyir. Mən əgər IT altdan xətt database yazsam buradan database istəbə yox. Buradan mən deyirəm ki /home altında waste altında bütün dəyişiklikləri sən hara baxsan etc altında auto nöqtənə güzel. Buradan timeout ya sürətləndirə timer bərabərdir. Timer ilə 60 saniyə. Gözəl. Buradan yaza çıxar. Buradan gəlim mən bu deyirəm insert. Buradan statik deyir, yəni konkret IT database 17 olanda bu bura girməlidir. Onun üçün deyir 1 ilə 20 arasında nə yazılsa ona uyğun girməlidir. Belə də yazarıq biz IT xətt ulduzdan da eləyə bilərik amma əslində biz deməli ulduzdan da yaza bilərik, belə də yaza bilərik amma ulduzdan yazanda direktorun altında nəsə varsa yine onu bir başa istəyəcəm. Belə də yazmalıyıq. Konkret istəyir bizdən. IT altdan xətt base şimdi ne yazısı onun üzerine girsin biz konkret 1 ile 20 arası var. Burada 17 yazsam kifayet ettim. Okay, 3 read write istəyir, verici soft, verici internal. Okay, 192, 168, 100 112 koşa nokta home slash quest IT
Alttan xətt database database yox. Burada statik bizdən istəyir. 1 və 20 arasında direktorlar var. Burada elə belə yazsam. Belə yazınsanda, burada statik yazanda, burada statik istəyir də bizdən. Hamısını bir-bir istəmir ki, mən bilən. IT daxildə sürətləndirək. Biz 17'ye girmək istəsək, bu birbaşa aiddir. Statik də burada, statik xəritədir burada. Okay, bunu yazacaq. Ondan sonra system stil enable trade null auto fs. Okay. İndi gəlsəm cdc home quest it daxət data biz 17 yazsam teslim oldu. Altıncı sual deyir John yüzler için bir dənə cron tab yaz. Biz buradan cron tab -u John -e yazıram. Bizə nə deyir buradan 12:30 sert 30 dəqiqəni yazıram, saatımı yazıram. Bundan sonrakilərin işim yox. Və bizdən nə istəyir? Deyir 1000 echo nə yazsın? Gözlərim oraya bunun riskine giren değilim. Okay. Lower düzgün yazsın. Bundan da bitirdim bunu. Geçirəm növbəti suala. 6-cı sual idi, düzdür mü? 7-ci sualda intip server istəyir. Yam install. Cron'u yükləyək. Cron yazsaydım kifayət. Dəqiq sayın. 20-38. Vaxt dayanırım. System stil yolu titri no film Roni konuş setirsem gelsem buradan server değil bizden. Ondan sonra bu timeout'u atarım buraya. Yazıram. Bunu buradan çıxdım. Ondan sonra gəlib mən stil restart servisini restart eləsəm, gəlsəm Grony source baksam hiç görmedim. Gözde bir dəqiqə deməli Semir Sinkronizasyon olmasını istəyir. Restart edelim. Source çözümünde ne iş çıkmadı? Ben sistem ben kullan id şu yazay buradan grep yazsam
Saat belki biz yazalım oradan ya. Server time cloudflare.com. Burada niye bu timer'da problem girdi? Bile yazılır. Bile de gider aslında. Niye Wi-Fi olmadı? Dik yazsam bizde vaxt nədir? Yanvarın 5 saat neçədir? 0:41. Degiyan. Install. Kiri. Burada vaxt dinliyoruz. Müslüm sileş itisabında Rani Conf Key Server Dir Time Cloud Player.com Player.com. Bu aslında böyle bulunmalı. Derhal sıfırlandıran sistem stil enable led tutumu vidi kuran source. Niye hiç yerine bağlanmıyor? Belki hiç bu yalandan bu time cloudflare. Böyle bir şey yoktu hepsi. Mesela çok bunun üstüne kalmıyor. Keçen növbət sonra. Buna baxarıq sonra. Sağda solda gir. Gripdən axtar. Ne sözün? Listdən sözün axtar. Harada axtar deyə silik etis altında, http altında, conf altında, http'nin altında. Bunları hara yaz. Bunları hara yaz. Root altında finds güzel. Buradan çıxaq. User yaratmalıdır. User add Alex başqa nə istəyir? UID istəyir. UID'si nədir? 2 3 4 5. Okay, yaratdıq. Bizdən password trace istediğinden istifadə edək. Nə üçün? Alex üçün. Biz buradan şifrəni götürüb buraya yazaq. Bununla da bu sualı bitirək. Onu sola keçək. Backup bizdən istəyir. tar-c yazıram. Backup alıram çünki z gezibdən istifadə edirəm. Verb save görmək üçün f yazıram. Görmək üçün verb baxmaq üçün f basıram. Fayl seçirəm. Bizdən nə istəyir? Bunu slash user altında lokalın backup'ı alınmalıdır. Create olmalıdır bura. Okay, bunu da yazdık. Keçirik növbəti suala. Deyir, default permissionları dəyiş, John user üçün. Bunun üçün John yazaq. Keçək bu user'a. Gözəl. O mask dəyəri deyir. O mask dəyəri üçün biz vim slash nöqtə 5 şey yazıram. Gəlirəm çətin sonuna. Buradan sadəcə mask dəyərini yazıram. Mask dəyəri neçə deyir? 0 desə bura olacaq 0. Fayl dəyərisi 4 isə 6 olacaq. Oradan deməli buradan 2
Default değeri 6'dır oradan. Bundan silindən sonra 4 kalmalı 2. İstəyirəm sonra 7. Bunu yazıb bitirək. Yoxlamaq üçün də denəyim kaderlə. Yəni kaqolu yaratacaq. Gəlib eləyib baxsam görəcəm. Niyə belə yarattı? Sıfır 7. Mask değerini yazdı belə. Direct doğrusu belə yaranmayacaq. 0 7 güzel. Ha biz yazıb şey eləməmişik. Source yazsam nöqtə 5 gəlib imkadir A yazsam 50-səm görün ki mənə düzgün verdi bunu. Bununla da bitirdik. Keçirik növbəti sola. Sistemdə timer istəyir. Deyir bir dənə skriptimiz var. İlk olaraq skript ls yazıb tempin altındakiləri bura list eləyir. Servis yaratmasan timerdə hər bir dəqiqədən işləməlidir. Bunun üçün biz nə etməliyik? İlk olaraq vim /etc altında skriptə baxsam deyir log output vim /yolun yazaq. Bunun altında bir dənə şibəngimiz yazaq. 5 ls eləsin nəyi? Tempinin altındakiləri araya yazsın. Bunun içinə gözəl logout bir dənə deməli mən user'dan sıxmışam ama niye böyle user local bin log alttan xətt capture failin içine gəlsəm bunu yapıştırsam okey. Bir de biz mkdir eləyək. Nəyə görə? Buradan deyir bu failin altına yazacaq görüb bəlkə log output faili yoxdur heç qovluğu. Onu necə yazacaq ki? Log alttan xətt output qovluğunu yaradaq ki oradaki olanda problem olmasın. Gözəl. Ondan sonra biz vim /etc altında sistem buradan log capture servis failini yazırıq. Buradan bir dənə bir servis failini kopyalıyaq. Vim gəlib buradan servis failinin içində yazıram. Unit ondan sonra description yazıram. Bu description yazıram. Bu servis dil yazıram. Ona ihtiyacım yoktur. Buradan servis yazıram. Alttan yazıram type'ın. Ona shot yazıram çünkü bizden konkretlik istəyir buradan. Ona shot yazıram. Ondan sonra start olacaq. Script'in ne olacağını deyir. Script'in yolunu yazıram.
Okey. Bundan da buranı bitiririm. Scriptime bir dənə slash mod x. Buna mən akses verim, lookup scriptine işləyə bilsin. Ondan sonra biz bu altında bir dənə bir de bu hatta biz bir dənə timer yazaq. Ondan sonra gəlirəm buradan unit bərabərdir description bərabərdir bu timerdir. Ondan sonra buradan timer, buradan konkret unit yazıram. Unitimiz nədir bizim? Log capture service. Vay yerindeydi. Ondan sonra 10 kalendar. Bizdə nə deyir? 1 dəqiqədən bir işləsin, düzdür, inaktiv olar. Bunun üçün bərabərdir yazıram. 10 kalendar. Bu ilk ulduzlarla işim yoxdur mənim. Ondan sonraki dəqiqə nə işim yoxdur. Amma sonraki saniyədə nə yazıram? Hər 0-0 saniyə olanda artıq bu işləyəcək. Dedim ki ulduz 0 saniyədə işləsin. Ondan sonra mən buradan install, buradan get yazıram. Timer target. Bundan bitiririm. System still enable trade no log capture timer aktifləşir. Bu sualda bitdi. Artıq biz VM1-in bir buna qayıdıb sualına qayıdaraq keçək. İndi biz VM2-nin şifrəsini sıfırlayaq. Node 2 üçün bir dənə mən konsol açıram buradan. Okey, gəlib buradan Node 2-dən mən görün buradan nəsə yazsam. Okey, gəlib buradan hard reboot desəm. Gəlsəm bundan connection bağlansam. Bağlanıb buradan E hərfinə basıram. Biz grab menüyə keçək. Grab menüyə keçdik buradan. Okey, gəlirəm sona. Buradan init bərabərdir 5005 yazıram. Okay, Ctrl X F10'a basıram. Bu açılsın. Bu açılmağında olsun. Mən bir ədəd bu Chronia'ya görəsən elə biz. Bəlkə bu vaxt sonracası ümumi Chronic sual hansıydı ki 6 7 ya NTP server buradan reboot'a gitti görən. Hələ bu açılmayıb. Şifrəni sıfırlayır sadəcə biz reheldə. Açıldı. Mount direo remount virgül read adresi olsun. Burada altında pass vd bizim userimiz nerede burada? Gelip buradan user'ıma baksam other users session access password'dan sonra hansı user diye root şifresi root da yazabilirim oradan. Orhan 887 birinci şifresi de buradan Orhan user'di. İkinci VM'de adı Orhan'dı. Orhan password yazın. Orhan 123 Orhan 123 success aldım ben buradan. Ondan sonra
Auto reliable exits. Artık bitireyim bunu. Is been init. Bu geçsin, reboot da biz de gələk buradan sola baxa. 7-ci sola 700 değil mi? NTV server timecloudplayer.com'dan Cloud servis enable olmalıdır. Enable ilə. Baxın buradan system stl enable ground d ground source. Buradan IP olmuyor ama ben ona her şey düz yazdım. Açılımıza biraz vaxt çəkəcək. Gəlin biz bunu işləyək. Bizdən server NTP server olsun. timecloudplayer.com Bunu səhv yazdım deyirəm. Ürəyimdə bir dənə qara qalmasın. İstər. Səhv düzlüyünə görə demirəm, amma düz yazmışam sadəcə. Onu deyirəm, görüm timerlərlə var yoxsa yox. Görəm bizim buradan VM'imiz açıldı yoxsa. Hələ bu fırlanır. 18 dəqiqə keçir, ikinci VM'i keçirik indi. Buradan biz mən sadəcə maraqlıdır. Mən buradan biz də belə eləmişik görürüz. Amma IP alamıyor oradan. Tüplerimizde yazmış oluruz. Doğru. Save time olsun. Все. Сейчас çıkalım. Ben çok istemiyor o. Olabilir. Yok, biri yazanda göstermedi burada IP'ni göstermiyor. Bilmiyorum, yəqin ki o şeydə problem var. Yani bununla bir şeyimiz yoktu. Bu asılı görək. Bu asılı gələk buradan. Növbət açaq. Saş Orxan şərəsi 192 168 122 215 IP'siydi. Orxan 1 2 3 elədik şifrəni. Okey, saksimizi aldık. Şifrəni sıfır almışıq. Gələk indi biz birinci VM'lə solları bitirmişik. Gəlirik bu növbəti sola. Bizə deyir ki student useri buradan bütün komandaları password olmadan root şəklində edə bilsin. Onun üçün bu nədir? Okay. İndi buradan vsudo yazdıq. Burada yazılıb. Script parçası silənməyib qalıb vaxtdan. Bizdə nə istəyir? Sudo burada hər şey yazıldı. Bir dənə sadəcə mən buradan student çox arxayın yazılıb. Burada görürsünüz söz səhv yazılıb burada. Arxayın olub çıxsaydım buradan. Xoşbəxtçilik idi. Vsudo yazdım. Bu sual bitdi. Növbəti sual. Yine repo'da vim slash etkisi altında yam.repo 1.repo gelip buradan yazsam BSOS, buradan name yazsam hemen name yazayım BSOS, buradan base URL copying yine. Ondan sonra enable beraberdir 1 2 check beraberdir 0. Yine buradan up
upstream yazıram. Buradan name upstream base URL yazıram. Bunu copying edirəm. Okay. Beraberdir 1 check beraberdir 0. Sonuna bitiririm. Ondan sonra diyorum make.js. Sola bitirdik. 14 dakikamiz kalıb. 8-ci sola bizden ne deyir? Deyir swap partition yarat. Dev evden swap aktif olsun. Automatic mount olsun. Sistem boot olduktan da sonra biz bir tane swap fayl yazacağız. Göre elə bu aktif bitsin buradan. Bir de pəncərə düşür. İndi 14 dəqiqəmiz qalır. Görək 1 saata bitirə biləcəyik soruları yoxsa. Belə şeylərə vaxt itirib bizə Allah'ın olsun. Buna görürsünüz. Hələ yüklənir, gözləyirik. Resetdən gəlib default reposunu siləməm olur. Desəm nəsə olur. Bizden 707 en güzel açıldı. Gətirəm buradan save disk yazıram. Slash dev altında ez ne deyir? vdb də gptday new bizə nə qədər istəyir? 770 MB. Okay. Yazıram yaddaşa. Bu nə deyim? Evet, çıktı buradan. Şimdi LSP'ye yazsam görəmirəm 770 MB partition var. Burada mən mk swap slash dev altında fdb1 okay. Buradan URL'imi götürəm. Ondan sonra brk sheet slash dev altında vdb1 bu URL'imi götürəm. UID'imi götürəm buradan. Buradan da bir şey copying eləməli değil de Ctrl+C win slash x altında festapa gelsək son satır edək. Bizim buradan swap sollarımız geçsin diye buradan yazdım. Paste edirəm. Gəlirəm buradan. Bunu götürürəm. Swap demişdi, düzdürmü? Onun için buradan non yazıram. İhtiyaç yoktu yani. Ondan sonra file sistemi swap'tı. Default 0 başta 0 yazıram. Okay. Ondan sonra swap 10 -a yazıram. Gəlib baxsam dev aşağı defterin açılı ls1'e baxsam görünümlü artıq swap olarak bu yarandı. Okay. Bu solda bitti. Geçirik 4-cü sola. 4-cü sol deyir extend logical volume var. Elvireal adında file sistemi 500 MB edin bunu. File sistemi 500 MB edin. Bunu artırın. File sistemi buraya qalmadı. Burada mont olmalı. Güzel. Ben gəlsəm LVS yazsam. Görmüşəm Elvireal var. Buradan 300 MB size. Harasa mount olub görək. Yoxsa yox. Harasa mount ya da olmayıb. Deməli, mən gəlsəm buradan file sistemi 500 MB olmaq üçün biraz artıq eləsəm LV extend -r atıram. Həm file sistemi həm şey artıraq. Böyük el yazıram buradan. Biraz 550 MB yazım ki file sistemini artıran da o da itkidə az olsun. 550 MB yazıram. Neyi artıram? Dev altında VG Reality. Güzel. Bunu artırdım. Gəlsəm indi mən istəyirəm file sistemlərə qədər itki oldu. 550 ona görə dedim ki file sistemdə burada 500 MB deyil. İndi alt yuxarı götürər oradan. Amma şey götürəndə 500 MB yazsam az olacaq sadəcə şey x4 olanda.
Mən BLK kit yazıram. Görün fayl sistemi var. Dev VG altdan xətt. Görün fayl sistemi var imiş mən öyle yazırım. Bunu copying edeyim. Gerek hara vim slash etkisi altında fstop. Buradan gəlib son sətrə bunu yapıştırsam, pasting edəsəm, bizə nə istəyir buradan? Deməli, hara mount eləməmizi mnt altında rhel ona mount eləməmizi istəyir, düzdür? Exit 4 fayl sistemi deyir. Default yazıram. 0 boşluq 0 yazıram. 0 boşluq 0. Gözəl. Mount -a yazıram. System stil diamond reload deyir. Gözəl. dev-h yazsam. Görürəm ki, burada 5-8 MB oldu. İndi 5-8 məndə problem eləməz alt-üst fərqində. Mən konkret 5 MB yazsaydım, çünki buradan bir fayl sistemi 5 MB olsun da konkret 5 MB nizamlı vəsətində. 5-8 olsa götürəcək aralıq üzərindən məndə problem eləməz oradan. Eləsə də biz konkret 5 MB-lıq elviyər. Deyir, həm fayl sistemin, həm şeyin artır. Buna məncə gəlsin, belə burada qalsın, düzdür. LV extend trail yazıram. 5 MB yazıram. Dev altında VG altına xəd. İndi gəlsəm dev-h yazsam. -r atmadım ki orada mən. Şimdi extend size. İhtiyacaqdır qalsın orada. Burada problem verməyəcəm məncə. Olmasa bir dənə sual etkiləyir. Deməli, bu nədir? Flatpak sualdır. Biz Flatpak'i ilk olaraq indirək. Install Flatpak yazaq. 7 dəqiqəmiz qalıb. Neçə sualımız qalıb bizim buradan? Flatpak treyi yazayamsın, birbaşa işləsin. Bizə deyir ki, Flatpak yüklə repositorydir. Hansı user üçün deyir? User yad istəyir, yoxsa repo flat olacaq. Student useri üçün olacaq. Kodiyum yükləyəcək. Sadə bir sual. Sadəcə biz student user üçün bu repodan kodiyum yükləyəcək. Yoxsa fisyo deyir ya, bu dənə bunu yükləməsi tez bitsə gözəl olar. Mütəşəkkir vaxt yoxlaşdırılmaz. 6 dəqiqə.
Bu ikilene bitisi də müəyyən partlardan yanımızda. Belə suallar çıxardılar. Sualımız qaldı bizim reislər. Feedback bundan sonra 2 dənə sual çatdırarıq. Bəlkə çatdan, amma yenə yoxlayır da. Biz bundan sonra bir dənə paket yüklənəcək, kod yüklənəcək, ona görə vaxt seçəcək. Çok axmaq mövzuda. Biz su yazarıq, student üzerine keçək buradan. Okay, keçdik. Ondan sonra biz flatback add deməli remote add user seçili user üçün yükləyək. Adı nə olacaq? Reponun flat db. Bir də biz repomuzu kopyalayaq. Yapıştırdı bura. Ondan sonra biz Codium'un adını öyrənək. Let search Codium. Codium yazalım. Codium. Biz sadəcə yüklənmə ID-sini tapaq. Codium, ondan sonra paket yükləyək. Bu sualda da mövzumuz bitsin. Kesin növbəti suala. Çatdırma olmur, reisdir. Yəni bəlkə izahsız rahat çatdırardım. Deməli, buradan davam edeyim. Tapdadım bunun. Comcodium'dur. Kopyun gələcək. Okay, gəzdirəm buradan flatback. Install user. Reponun adını yapıştırıram. Bundan əvvəl yazmalıyım ki, hansı repodan db. Bir dənə sonuna y atım. Hamısını soruşmadan yükləsin. Qob yüklənsin. Deməli 142 MB, 194 MB, 596 MB, 190 MB. Bu nedir? Oradan raketme, buradan raketme. Bir tez yükledi. Bu ne var? 5'te 6'sını yükledi bunu. Deməli buradan gəlsəm, buradan Azure size gərək elə bu yüklənib, yoxsa 25% elə. Donda qaldı yoxsa? Ben bırakacağıydı ya, devam edeyim. 36%. %99%, 100%. Yükleme yok diyor işte böyle. Ya buradan göstermiş. 100% bitti. Altına öyle yüklemeyi 190 MB'ini yükleyip. Evet, çaktırmak diyelim şimdi böyle 1.59 oldular.
bitti bu. Bu sualda bitirdik. Gəldik növbəti suala. 6-cı sual eləyim deyir. Deməli, extenddən yaradacaq 68 texnoloji, hər biri 16 megabayt. Biz 2-dən yaratmalıyıq. XFS-dən fayl sistem verib, bura monte eləməliyik. Getdik. Sudo xtz buradan çıxaq, userdan. Güzel. İndi mən ls disk yazsam, /dev altında sam free space'in yazsam, yes yazıp buna hamısını versem, ls vk yazsam, şu oldu ki bir başa düştü. Yani script'te problemi olup eləyir. Bunu silə bir sıfırdan düzəldək. Elvir remove deməli elvir remove eləyək nəyin altından? /dev altından, vc altından elvini silerik. Yes. Sildik. Success elədik. Sildik bunu. İndi biz vc'ni də silək. Remove. Vc'nin adı nədir? Vc. İndi yenisini yaradaq. Biz sadəcə deyirəm ki, buradan vc create. Direct deyirəm. Hər sektora düşən sadəcə yazıram. 16 megabayt olacaq. Adı olsun yeni vc. Nədən? Dev altında vdc 2-dən yaradacaq. Yaratdıq. Ondan sonra lv create deyirəm. Direkt balaca ilə extend üzərindən 60 yazıram bura. Ondan sonra bundan əvvəlki şey sonuna qayıdacağım. Elvimi səhv elədim. İndi fikirləşərəm. 60 elədik buradan yoldaşlar. Train yazıb atlayıram. Buna da elv yazam. Hansı vc'dən? Vc'dən olduğunu deyirəm. Və right olsun deyir. Yes. Ondan sonra mən mkfs.xfs deyirəm. Dev altında, vc altında elvini verdik buradan. blk sheet /dev vc altında elvinin UID'sini götürürük. Bu UID'ni götürək. Copy vim /ets altında fstab yaratacaq buradan. Sonuncu sətrə gələk. Buradan yapışdıraq. Hara mount edəcəyimizi istemişdi bizdən. /ement altında /ement altında QA, ondan sonra file sistemi olacaq. xfs deyib buradan da default yazıram. 0.0. Ondan sonra mount trial yazıram. Default bir səhv yazırsam. Okay, mount trial yazayım. Point nöqtəsi yoxdur. mkdir yazaq. Ement altında QA yaratdıq. Sadəcə biz bundan sonra mount trial yazayıq. Problem çıxartmadı. System style diamond reload. Gözəl. Ondan sonra dev-h yazıram. Bunun burada şey olduğunu görürəm. Gözəl. Deməli buna baxdım buradan. Ondan sonra bu sual da bitdi. Gələk sonuncu suala. Sonuncu sualda nə deyir? Config system tuning. Tuning for balances make bir sistemdə olsun deyir. Çok sadə sualdır. Biz system style enable trade no tuning'imi running olmasa birdən rebootdan sonra problem yaranması üçün. Ondan sonra mən tuning'im profil nə deyir? Balans. Balans modu aldım. Bununla da bitirirəm imtahanı.
Bir saata yaxında desək, bəzi yükləmələri, izahlar bir vaxt idi, amma 1 saata yazardım. Sadəcə buradan bir dənə sualım qalmışdı. Mən input 500 megabayt istemişdi fayl sistem. div-h yazsam. Çünki 5-8 məncə problem verməz. Olsa da bir dənə bu sualda səhv var. Bir də cron deyək. Okay, yes yazaq, bitirək imtahanı. Belə yoldaşlar, 2 exam bu idi. Belə baxıram, ikinci exam seçməyə ehtiyac yoxdur. Suallar da indi o sualları öz işləyirsiniz. İlk exam göstərdiyim necə işləmək lazımdır. Bundan sonra artıq RSS mövzusunu bitirək keçək. Hətta Advanced Linux mövzularıyla videolar atacağam. Uzunsa keçək, bunu pauza verim bir dənə. Artıq demək olar ki, yoxlanılıb bitib yoldaşlar. Qaba açılsın. Görək neçə bal toplayacaq, imtahandan keçəcək yoxsa keçməyəcək. Yoxlamalar başlasın, görək harda səhv eləmişik, nəyə səhv eləmişik. Səhv olmaz məncə, olsa da maksimum çox az olar. Gözləyik, görək. Bir dənə sual fayl verdi. 4-cü sual dedim də orada bir dənə fayl. Onu gərək eləməzdim heç nə. Buradan bir dənə fayl gəldi, minut 20 fayl. Görək buradan, burada da hamısı gəldi. Bir dənə o suala görə yandırdım. S280 var. Onda fayl sistemi oradan sözünü aldandım. Amma mən 5 megabayt eləməliydim bunu. Da çox da uzatmadım. Oldu yoldaşlar, Allahım onda. 280-də baxmamız, yəni bunu çox sürətli yazsın. Bir 300-də 300 yazaram. Problem yoxdur. Allahım onda növbəti videoda da görüşənə qədər. Özümü çox tərifləməyim, yəni deyil. Prosta baxmamız, indi sualları da özüm işləmişəm, düzəltmişəm, yazmışam. Burada səhv yazmaq, ona görə özüm mən səhv tuturam. Yoxsa səhv eləmək yəni hər insana məxsusdur. Oldu yoldaşlar, Allahım onda.